Rusiyada bir il ərzində 43 mindən çox şəxsə giriş qadağası tətbiq edilibdir. Belə ki, Moskva hava limanları və Orenburq vilayətindəki Maştakova avtomobil keçid məntəqəsində xarici vətəndaşlardan biometrik məlumatların toplanması üzrə birlik eksperimenti çərçivəsində 43 mindən çox şəxsə Rusiya ərazisinə girişin qadağan olunduğu müəyyən edilibdir. Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıbdır. Nazirlikdən bildirilib ki, bir il ərzində Moskva beynəlxalq hava limanları və Maştakova məntəqəsi vasitəsilə 7,5 milyon xarici vətəndaş keçibdir. Onların arasında müxtəlif səbəblərə görə Rusiya girişi qadağan olunan 43 mindən çox şəxs aşkar edilibdir. Eksperiment Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir və ölkənin miqrasiya təhlükəsizliyinin artırılmasına yönəlibdir. Statın sonu. Məlumatda həmçinin qeyd olunub ki, xarici vətəndaşların ölkəyə girişi, qalması və çıxışı üzərində nəzarət bundan sonra da daha da gücləndiriləcəkdir. Qeyd edək ki, 2024-cü ilin 1 dekabr tarixindən etibarən bu keçid məntəqələrindən istifadə edən bütün xarici vətəndaşların fotoşəkilləri və barmaq izləri Daxili İşlər Nazirliyinin informasiya bazalarına daxil edilir.